Birləşmiş Millətlər Təşkilatının BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılsa da qəbul edilmədi. Qafqaz.info esnadən xəbər veririk ki, layihəyə Rusiya və Çin tərəfindən veto qoyuldu. Sənəd Şuraya hazırki sədr ölkə olan Behreyn tərəfindən təqdim olunub. Qətnamənin lehinə 11 ölkə səs versə də, Kolumbiya və Pakistan bir tərəf qaldı. Daimi üzvlər olan Rusiya və Çin isə veto hüququndan istifadə etdi. Qətnamə layihəsi regionda gəmiçiliyin qarşısını almaq və ya ona mane olmaq cəhdlərinə qarşı çəkindirici tədbirlərin görülməsini nəzərdə tuturdu. Körfəz ölkələri sənəd vasitəsilə zərurət yaranacağı təqdirdə boğazın açılması üçün güc tətbiqinə beynəlxalq hüquqi əsas yaratmağa çalışırdı. Vetodan sonra Bəhreynin Xarici İşlər Naziri İranın Hörmüz boğazını bağlamaq hüququnun olmadığını bildirib. Çinin BMT-dəki daimi nümayəndəsi Fu Kong isə qətnaməni balanssız və qərəzli adlandıraraq sənədin problemin əsas səbəblərini həll etmədiyini və yalnız İranı günahlandırdığını deyib. O həmçinin ABŞ və İran arasında davam edən atəşkəs danışıqları fonunda belə bir sənədin qəbul edilməsini təhlükəli olacağını vurğulayıb.